Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda işğalçı Ermənistana qarşı apardığı 44 günlük vətən müharibəsi, xarakterinə görə müasir döyüş taktikası, yeni hərbi texnologiyaların tətbiq edilməsi, düşmənə qarşı vuruşan silahlı qüvvələrimizin misilsiz rəşadəti, mənəvi-psixoloji cəhətdən üstünlüyü, ön və arxa cəbhələrin vəhdəti, vahid komandanlıq prinsipinin qətiyyətlə həyata keçirilməsi, informasiya, diplomatiya müstəvilərində təşəbbüsün ələ alınması, müttəfiq və yaxın tərəfdaş ölkələrin real dəstəyinin gerçəkləşməsi ilə yadda qaldı, unudulmaz zəfərlə tarixə yazıldı. Bu zəfəri bizlərə yaşadan qəhrəman hərbiçilərimizdən biri də Quliyev Mehman Telmanoğludur. O, 1992-ci il martın 29-da Bərdənin Əyricə kəndində anadan olub. Mehman Quliyev 1998-ci ildə Bərdə rayon Elçin Abdullayev adına Əyricə kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2009-cu ildə məktəbi bitirən Mehman Quliyev həqiqi hərbi xidmətə yollanıb. O, xidməti dövründə hərb sənətinin sirlərini daha yaxından mənimsəyib. Mehman Quliyev ailəli idi. Bir övladı var. Mehman Quliyev 44 günlük vətən müharibəsinə xüsusi təyinatlı qüvvələrin mənsubu kimi qatılıb. O, döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Mehman Quliyev oktyabrın 4-də Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanmağına baxmayaraq silahı yerə qoymur. Mehman Quliyev oktyabrın 6-sında Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Mehman Quliyev ölümündən sonra vətən uğrunda Ağdamın azad olunmasına görə və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib. Mehman Quliyev Bərdə Əyricə kənd qəbirstanlığında təntənəli mərasimlə dəfn edilir.